Verilmiş cümlələrə əsasən müəyyən edin. Cəm şəkilçili isim fərqli tələffüz olunur. Atalar sözü fərqli tələffüz olunmadığı üçün bu yanlışdır. Adlı xalda olan iki isim var. Bir, atalar sözüdür. Saxla samanı. Samanı təsirli haldadır. Gələr zamanı. Zamanı gələr. Onun zamanı. I burada mənsubiyyət şəkilçisi olduğu üçün adlı haldadır. Ona görə də iki doğru fikirdir. Saman zaman sözlərindəki fərqli samitlər kar cingiltili qarşılıqdır. Bəli, s, z bir-biri ilə qarşılıq təşkil edir. Deməli, bu fikir doğru fikirdir, götürmürük. Adlı xalda olan iki isim var. Qarabağ yaylaqlarının mənzərəsi cəlbedicidir. Burada Qarabağ qeyri-müəyyən yerli yaldadır. Çünki yaylaqları sözündə mənsubiyyətimiz var. Adlı xalda olan isim sadəcə mənzərə sözüdür. Ona görə bu yanlışdır. Cümlə qeyri-müəyyən yerli halda olan sözlə başlayır. Bəli, Qarabağ sözü qeyri-müəyyən yerli haldadır. Mürəkkəb söz işlənməyib, yanlış fikirdir, götürəcəm. Çünki Qarabağ elə özü mürəkkəb isimdir. İki sözün birləşməsindən yaranıb. Cavabımız 2, 4 və 6 olacaq.